Salam hörmətli izləyicilər, biz bu günlər MHM testindən natural ədədlərdən test 1-in izahına baxacağıq. Keçək suallarımıza. Suallarda görək nə deyir bizə. Birinci sualda bizə belə bir ədəd verib 7B 1, 2A ədədi. Deyir ki, bax bu ədəd 45-ə bölünən tək ədəddir. Bizə deyir ki, A vuraq B-ni tapın. Bax 45-ə bölünmə qaydası nədir? Deyirsən ki, 5-ə və 9-a bölünən ədəd 45-ə də tam bölünür. İndi bu 45-ə bölünən tək ədəddirsə, bu 5-ə də 9-a da bölünməlidirsə, onda bunun sonu ya 0 ya da 5 ilə bitməlidir. İndi burada deməli bu tək ədəddirsə, onda A-mız deməli neçəymiş? 5 imiş. Gətirib yazsaq ədəddə yerinə 7B 1, 2, 5 olur ədədimiz. İndi bu ədəd 45-ə bölünməsi üçün həm də 9-a da bölünməlidir. Onda rəqəmlər cəmi 9-a bölünməlidir. O da rəqəmlər cəmi deməli 15 üstəgəl B edir. Bu da B-miz də onda 3 olar ki, burada bizim 18 olsun bu 15 üstəgəl 3. 18 axı 9-a bölünür. Onda B-miz də 3-dür. Deməli A-mız da 5-dir. Bizdən də A vuraq B-ni istəyir. O da 5 dəfə 3-ünü istəyir. 15. Bu da olur B bəndi. Keçdik ikinci suala. İkinci sualda bizə nə verib? Veribdir ki, A bərabərdir 14 üstündə n plus 4 ədədindir. Natural bölən sayı 64 olarsa n-i tapın və n də deyir ki, natural ədəddir. Biz burada nə edirik? Natural bölən sayı tapanda ilk öncə ədədi sadə vuruqlara ayırırdıq. Burada 14-ü sadə vuruqlara ayırsaq, bu 2 vuraq 7 deməkdir. Qüvvətində də n plus 4 var deyə yazırıq n plus 4. 2 üstü n plus 4 vuraq 7 üstü n plus 4. İndi natural bölən sayı tapanda sadə vuruqdan neçə dənə idisə üstünə 1 gəlib vururduq bir-birinə. Burada da n plus 4 üstəgəl 1 olur. Burada deməli gətirib yazsaq 64 bərabərdir n plus 5-in nə olur? Kvadratı. Onda n plus 5-imiz deməli bərabərdir 8-ə. N də bərabərdir neçə? 3-ə. Bizdən deyim istəyirdi, o da olur A bəndi. Əslində mən 8-in kvadratı 64 deyil, amma bizdən n naturaldır dediyinə görə biz deməli 8-ə bərabər edib tapırıq. Bizə 3-cü nömrəli sualda nə deyir? 3 nömrəli sualda deyir ki, rəqəmləri cəmi 14 olan ən kiçik 2 rəqəmli ədədin rəqəmləri hasili neçədir? Rəqəmləri cəmi 14-dür. Deməli, bir dənə x, y ədədidir. Bunun rəqəmləri cəmi neçədir? 14-dür. Və bunun rəqəmləri hasilini istəyir. Bu ədəd deməli 40 neçə ilə olmuşam. Məsələn 49 götürsəm bu rəqəmlər cəmi 14 eləmirdi. Onda deməli bizdə 59 imiş ədədimiz və burada da bunun rəqəmləri hasilini istəyir. 5 dədə 9-um neçədir? 45. Bu da olur hansı bənd? A bəndi. Keçdik 4 nömrəli suala. 4-də bizə nə deyir? Deyir x rəqəmi hansı ən böyük qiymətində 2x3 ədədi 3 rəqəmli ədədi 3-ə tam bölünür. 3-ə tam bölünmə boyudur ki, rəqəmlərin cəmi 3-ə tam bölünürsə ədəd özü də 3-ə bölünür. Rəqəmlərin cəmliyində 5 üstəgəl 9 5 üstəgəl üzrüsən 5 üstəgəl x edir. İndi burada da deməli 9 yazsaq bu 14 eləyər, 8 yazsaq 13 eləyər bu cəm, 7 yazsaq amma 12 eləyər. Deməli onda x-imiz neçəymiş? 7 yazanda 12 eləyər, 12 də 3-ə bölünür də. Bu da olur hansı bənd? D bəndi olur. Keçdik 5-ci suala baxaq. 5-də bizə nə deyir? Deyir rəqəmləri cəmindən 4 dəfə böyük olan bütün 2 rəqəmli ədədlərin sayını tapın. Deməli 2 rəqəmli ədəddir və deyir rəqəmləri cəmindən 4 dəfə böyükdür. Rəqəmləri cəmində x plus y-dir. Bax bu deyir öz rəqəmləri cəmindən 4 dəfə böyükdürsə, onda bunları bərabərləşdirməkdən ötürü rəqəmləri cəmi 4-ə vurmalıyıq. Açılışı necə olar? 10x üstəgəl y bərabərdir 4x üstəgəl 4y olar. Buradan 4x-i keçirsək sola, y-i də sağa, onda 6x bərabərdir 3y olur. Hər tərəfi 3-ə ixtisar eləsək 2x bərabərdir nəyə? 1y. X-in qarşısında 1 var deyən x-imiz 1k-dır. Y-in qarşısında 2 var deyən y-imiz də neçədir? 2k-dır. İndi burada k-ya özümüzdən qiymətlər verərik. K-ya 1 verəndə x1 olur, y2. Baxırıq ki, x, y ədədim 12. Bəli, rəqəmləri cəmindən 4 dəfə böyükdür. K-ya 2 verəndə birinci olur 2, digəri olur 4. Ədədimiz olur 24. Bəli, bu da rəqəmləri cəmindən böyükdür. K-ya 3 verəndə deməli olur
Deməli 3, 6. Burada da ədədimiz olur onda 36. Bəli, burada ödəyir şərti. K-ya 4 verəndə deməli x olur 4, y olur 8, 48 də bəli ödəyir. Da artıq buradan o tərəfə ödəmir. Deməli neçə dənə oldu burada da? Deyir ədədlərin sayını tap. 4 dənə oldu. O da olur C bəndi. Keçdik biz buradan 6 nömrəli suala baxaq. 6-da bizə nə verib? Əbub verib 12n, bir də 16n verib. Bərabər də 32 olarsa bizə deyir ki, n-i tap. Biz buradan hər ikisindən ortaq vuruq 4n-i çıxarsaq, qalır nə? Əbub 3-lə 4 qalır. Bərabər də neçəyə? 32-yə. 3-lə 4 qarşılıqlı sadət deyən olan əbub 1-dir. 4n-i 1-ə vuranda 4n bərabər də 32-yə, n də bərabərdir neçəyə? 8-ə. Bizdən n istəyir, o da olur D bəndi. Keçdik 7 nömrəli suala. 7-də bizə nə deyir? Bizə belə bir kəsirlər verib. 12-də k kvadratı, 16-da k kvadratı, 18-də k kvadratı verib. Deyir, bax bu ifadələr natural ədəd olarsa k-nın ən kiçik qiymətin rəqəmlər cəmi tap. Bu ifadələr natural ədəddirsə, deməli onda belə çıxır ki, k kvadratı həm 12-yə, həm 16-ya, həm də 18-ə bölünən ədəddir. Onda biz nə edərik? 12, 16, 18-ə tam bölünən ədədi taparıq. Bu da yəni əkov taparıq. Bu da edəcək 144. Deməli onda k kvadratımız neçəyə bərabərmiş? 144-ə. Onda k-mız 12 imiş. Bizdən də bunun rəqəmlər cəmini istəyir. 1 ilə 2-ci cəmi. Bu da bizə verir 3-ü. Bu da olur C bəndi. Keçdi indi deməli 8 nömrəli sualı. 8-də bizə nə deyir? Deyir A sadə B natural ədədi üçün A vuraq B bərabərdir 3 üstü A bərabərliyi doğru olarsa A üstə gəl B cəmini tap. A sadədirsə A burada 2 ola bilməz. Çünki bu hasil bizə 3-ün qüvvətini verir. Onda A-mız elə 3 olar. İndi onda yazarıq 3 vuraq B bərabərdir 3 üstü 3-üm deyir 27. Onda B-miz də deməli 9 imiş. Bizdən də A ilə B-nin cəmini istəyir. O da 3 ilə 9-un cəmi bizə 12-ni verir. Bu da olur deməli, bu da olur hansı bənd? A bəndi olur. Bu da belə. Keçdik 9 nömrəli suala baxaq. 9-da bizə nə veribdir? 9-da bizə veribdir ki, AB ədədi 4 rəqəmli ədəddir. Bərabərdir 8 vuraq A 0 B üstə gələk 8 vuraq deməli B 0 A. Bərabərliyindən deyir ki, AB hasilini tapın. Yəni A vuraq B-ni istəyir bizdən. Bunun açılışı necə olar? Olar 1000 A üstə gəl 100 B üstə gəl 10 A üstə gəl B. Burada indi bərabərdir 8 vuraq. Digərinin açılışı olur 100 A üstə gəl elə B olur. Üstə gələk 8 ilə buradan birbaşa ortaq vuruq çıxardırıq. 100B, 100B. Üstə gələk, nədir burada? A-dır. Aha. Bu 1000 A ilə 10-a eləyir 1010A, 1010A, 100B ilə də 1B-nin cəmi eləyir 101B. Bərabərdir 8 vuraq, 100 A ilə A-nın cəmi eləyir 101A, B ilə də 100B-nin cəmi eləyir 101B. Buradan da indi nə olur? Biz hər iki tərəfi deməli 101-ə bölsək, onda qalır 10A üstə gəl B bərabərdir 8A üstə gəl 8B. 8A-nı sola keçirdik, B-ni sağa keçirdik, onda 2A bərabərdir 7B olur. A-nın qarşısında 7 var deyən A-mız 7-dir, B-nin qarşısında 2 var deyən B-miz 2-dir. Bizdən də A vuraq B-ni istəyir, o da 14 olur, o da olur A bəndi. Bu da belə. Sonra keçdik buradan 10 nömrəli suala. 10 nömrəlidə bizə nə deyir? Deyir ki, B natural ədədinin sadə bölənlərin sayı 4-dür. Sadə bölən sayı biz bilirik ki, müxtəlif sadə vuruq sayı ilə eynidir. Bəs deyir ki, B kvadratının sadə bölən sayı neçə olar? Bu da elə 4 olacaq. Məsəl üçün, baxaq, B-nin demir sadə bölənlərin sayı 4-dür. Bu o deməkdir ki, B-nin yəni 4 dənə müxtəlif sadə vuruğu var. 2, 3, 5, bir də 7 olsun. B kvadratında da olacaq 2 üstü 2, 3 üstü 2, 5 üstü 2, 7 üstü 2 olur. Burada elə sadə bölən sayı tapanda biz dedik ki, müxtəlif sadə vuruq sayı ilə eynidir. Elə 4 dənə müxtəlif vuruq var deyən 4 olur, o da olur C. Keçdik 11 nömrəli suala baxaq. 11-də bizə nə verir? 41 bölək n bərabərdir n-ə qalıq 5 olarsa bizdən nə istəyir? N plus n-in ən böyük qiymətini istəyir.
ən böyük qiymətini istəyir. Bax, biz birləşməkçi bölünəni axtaranda 41-i, yəni tabanda böləni qismətə vurub üzərinə qalıq əlavə edirik. Və biz bilirik ki, burada bölən həmişə, qalıq həmişə böləndən nə olur? Kiçik olur. Qalıq həmişə böləndən kiçik olur. İndi burada da deməli, buradan biz n vuraq n-i tapsaq, n vuraq n nəyə bərabər olacaq? 5-i keçirdərik, sonra 41-dən 5 çıxanda neçə qalır? Qalır 36. İndi biz buradan fikirləşək, burada deməli, hansı ədədlər olar? Deməli, hansı ədədlərin hansıları bizə 36-nı verir? Biz bunu tapmağa çalışaq. Deməli, 36 ilə 1-in, sonra 18 ilə 2-nin, 12 ilə 3-ün, sonra 9 ilə 4-ün və 6 ilə 6-nın. Bizdən də n plus n-in cəminin ən böyük qiymətini istədiyinə görə 36 ilə 1-i götürürük, cəmləyirik, o da 37-dir. Bu da bizə nəyi verir? D bəndini verir. Sonra keçdik 12 nömrəli suala. 12 nömrədə bizə nə deyir? Deyir x-də y, sonra y çıxar x, bir də y. 3 dənə ədəd verir, deyir kiçikdən böyüyə doğru düzülmüş ardıcıl cüt ədədlərdir. Onda belə çıxır ki, bu ikinci ilə üçüncünün fərqi bizə nəyi verir? 2-ni verir. Cüt ədədlərin fərqi 2-yə bərabər. Bizdən cavabda, misalda x plus y istəyir. Buradan bunu açsaq, x bərabər olacaq 2-yə. X-imiz 2-dir. Biz nə edək? Deməli, gətirib yerinə yazsaq, burada və burada. Olur, deməli, bax, bu ədəddən ikincidən də birincini çıxanda nə qalır? Yenə 2 qalır. Yəni, y çıxaq 2-dən, 2-də y çıxsaq, cavab 2-yə bərabər olur. Bu 2-ni keçirsək sağa, onda y çıxaq 2-də, y bərabərdir 4-də. Onda da 2-də y bərabərdir 4-də, y olur 8. Onda y-imiz 8-dir, x-imiz də neçədir? 2-dir. Bizdən də bulanın cəmini istəyir, o da 10 olur. Bu da olur E bəndi. Keçdik 13 nömrəli suala. 13-də bizə nə deyir? Deyir, A bərabərdir 25 vuraq 32 vuraq 81 ədədin natura bölənlərindən neçəsi mürəkkəb ədəddir? Biz bunun natura bölənlərin sayını tapmaq üçün ilk öncə sadə vuruqları ayıraq. 25 5 üstü 2-dir, 32 2 üstü 5-dir. 81 3 üstü 4. Natura bölən sayını tapanda 5-dən 2-dən ədləyən 2 üstə gəl 1. Vuraq 2-dən 5-dən ədləyən yazıram 5 üstə gəl 1. 3-dən 4-dən ədləyən yazıram 4 üstə gəl 1. Bu da bizə nəyi verir? 3 vuraq 6 vuraq 5-i verir. Bu deyilir 90. İndi bizdən sırf natura bölənlərindən mürəkkəbləri istədiyinə görə biz 90-dan sadə bölən sayını, yəni 3-ü çıxırıq. Müxtəlif sadə vuruq sayının sadə bölən sayı eynidir. 1-də 1-i də çıxacaq. Çünki bütün ədədlər 1-ə bölünür. Bizdən sırf mürəkkəbi istədiyinə görə 1-i də çıxırıq. O da bizə neçəni verir? 86-nı verir. Bu da olur D bəndi olur. Keçdik biz buradan 14-də. 14-də bizə nə deyir? Deyir ki, ifadəsini deyir sadələşdir. Burada nə edək? Yazıqdır ki, sürətdə əbob n plus 5 deməli faktorial, sonra veribdir bizə neçə? N plus 3 faktorial, düzdür. Sonra da bizə verib 10 n plus 7 faktorial verib. Məxrəcdə isə əkob neçəni verib? Deməli, n faktorial, sonra n plus 4 faktorial, bir də neçəni verib? N plus 2 faktorial verib. Biz buradan nə edirik? Deyir, ifadəni sadələşdirən. Əbob tapanda biz nə edirik? Belə deyək də, bax, buradan baxırıq ki, misalda baxırıq ki, n plus 3 faktorial həm n plus 5 faktorialın tərkibində var, həm də n plus 7 faktorialın tərkibində. Ona görə sürətin əbobu bizə n plus 3 faktorialı verir. Məsəl üçün, 3 faktorialla 4 faktorialı desələr ki, əbob tap, 3 faktorialı götürəcək. Çünki 3 faktorial bu 4 faktorialın tərkibində iştirak edir ona görə. Deməli, bu 4 faktorial biz belə yaza bilərik də, 3 faktorial vuraq 4 kimi görürük ki, burada bu iştirak edir. Və məxrəcdə isə biz
en böyüyü götürəcəyik. Yəni n plus 4 faktorialı götürürük. Burada da biz nə edərik? Sürətlə işimiz yoxdur. N plus 3 faktorial yazırıq. Məxrəcdə n plus 4-ün yerinə n plus 3 faktorial vuraq nə yazarıq? N plus 4 yazarıq. Qaydaya əsasən buradan n plus 3'lər gedir, qalır 1 bölək n plus 4. Bu da bizə nəyi verir? B bəndini verir. Sonra keçdik buradan 15 nömrəli suala. 15-də görə bizə nə deyir? Deyir A ədədi B-dən 20% çoxdur. Bu o deməkdir ki, A nəyə bərabərdir? 1/2 B-yə. Yəni A bərabərdir 5/6 B-yə. Hər tərəfi 5'ə vursaq, buradan nə olur? 5A bərabərdir 5'lər gedir 6 B-yə. A'nın qarşısında 6 var deyən A'mız 6K'dır. B'nin qarşısında 5 var deyən B'miz 5K'dır. Və əbufları nəyə bərabərdir bu iki ədədin? 6'ya. Onda A'nın yerinə 6K yazaram, B'nin yerinə 5K bərabərdir 6'ya. Hər ikisində ortaqlıq nə var? K var. K'nı çıxarsam olur. Əbub 6 ilə 5 bərabərdir neçəyə? 6'ya. 6 ilə 5 qarşılıqlı sadədir deyən əbubları 1'ə bərabərdir. K'nı 1'ə vuranda K bərabərdir 6'ya. Onda ədədimiz 6 və 6 36, bu isə 6 5 30 edir və bizdən də bu ədədin cəmini istəyir. Bu iki ədədin, o da 66. Bu deyilir B bəndi. 16'da keçdik nəyə? Bizə deyir ki, 16'da əkö babı böləyə bu babı 12'dir. Yəni elə o da bizə C-ni verir. C-miz 12'dir. A vuraq B-dən neçədir? 2700'dür. Bizdən əbu babini istəyir. Əbu babinin belə bir düsturu var idi ki, əbu kvadratı AB bərabər idi. A vuraq B bölək C-yə. Burada da 2700'ü bölək 12'yə. Bu da bizə neçəni verər? Deməli, bu da verir bizə 225'i. 225 verir. Onda əbub AB'miz də neçəyə bərabərdir? Əbub AB'miz də bərabərdir 15'ə. 225 çünki 15'in kvadratdır. Bu da olur E bəndi. Sonra keçdik buradan hansı suala baxırıq? 17 nömrəli suala baxırıq. Deyir ki, 46A8B ədədinin 18'ə tam bölündüyünü bilərik. A vuraq B hadisinin ən böyük qiymətini tapın. Yəni maksimumunu tapın. Bu 18'ə tam bölünürsə, onda 2'yə 9'a deməli tam bölünür. 2'yə nə cür bölünür? Bütün cüt ədədlər 2'yə tam bölünür. Yəni onda bunun sonu, yəni orada B ya 0, ya 2, ya 4, ya 6, ya da 8 olmalıdır. Ki bu ədəd cüt olsun, 2'yə bölünsün. İndi bizdən də burada A vuraq B'nin ən böyük qiymətini istəyir. 8'i yazsaq ora nə olur? 4, 6, A, 8, 8 olar ədədimiz. Onda 9'a da bölünməlidir. 18'ə tam bölünürsə 9'a tam bölünməsi üçün rəqəmlər cəmi 9'a bölünməlidir. Bu da cəmliyəndə 16, 16 deməli 16 üstə gərək 6, 22 üstünə 4, 26 üstə gəlir A eləyir. Bu deməli burada A'mız ən çoxu biz neçə yaza bilərik? A'ya 9 yazsaq olmur, 8 yazsaq alınmır, 7 yaza bilərik, 7 yaza bilərik. Deməli burada 26'ın üstünə yox, 7 yaza bilmərik, çünki bu 9'a bölünmə deyil. Biz burada 1 yaza bilərik, üzrü sayın. Deməli biz burada 1 yaza bilərik. Onda 1 ilə 8'in hasili, 1 ilə 8'in hasili bizə 8 verir. İndi biz bura 6'nı yazaq. 6'nı yazsaq onda 8, 6, 14. Bu da 10. Eləyir 24. Onda A'mız neçə olmalıdır? Onda A'mız olmalıdır 3. Bu zaman 8'dən 3'ün hasili, daha doğrusu 6 ilə 3'ün hasili, 6 ilə 3'ün hasili bizə neçəni verir? 18'i verir. 18'i verir. Baxaq sonra 4'ü yazsaq, onda ədədimiz belə olur. 4, 6, A, 8, 4 ədədi olur. Bu zaman 2'yə bölünür. Rəqəmləri cəmləyək. 10, 12, 22 üstə gəl A olur. Onda A'mız gəlib 5 olsun ki, bu rəqəmlər cəmi deməli 9'a bölünsün. 5 dəfə də 4'ümüz eləyir. Deməli 20. Deməli 2 ilə 0'da isə alın. Burada kiçik alınacaq, daha kiçik alınacaq. Elə 0 yazanda kiçik alınır. 2'də çünki 0 yazanda B'miz 0'dırsa, onda hasildə 0'da o ən kiçikdir. 2'də yazanda gəl lap yoxlayaq. 4, 6, A, 8, 2 olur. 10, 10, 20 üstə gəl A olur. Burada A'mız gərək burada 7 olsun. 7'də də 2, 14'də. İndi burada A vuraq B hasilinin ən böyük qiymətini istədiyim cavab 20'ni götürür. Bu da olur A bəndi.
Keçdik 18-ə. 18-də biz nə görürük? Görürük ki, B-nin qarşısında neçə dayanıb? B-nin qarşısında burada 3-dür. Ona görə B-miz 3K-dır. A-mız neçə K-dır? Bəs 7K-dır. Biz buradan A çıxaq B-ni tapaq. Bu eləyir 4K. Bəs A üstə gəl B-miz neçə K eləyir? Bu da eləyir 10K. Gətirib misalda yazsaq 2 vuraq. Nə olur? Əkop 4K bir də 10K olur. Çıxaq bir də nədir orada? 3 vuraq. Əbob deməli 4K bir də 10K bərabərdir neçəyə? 68-ə. Bizdən A üstə gəl B-ni istəyir. Bax, biz buradan nəyə ortaq vuruq çıxardarıq? 2K-nı çıxarsaq qarşıya. Qarşıda da bir 2 var deyə nə olur? 4K vuraq. Əkop neçə olur? Əkop olur 2 ilə 5 çıxaq. Bu digərində də 2K-nı çıxarsaq onda olur 6K. 6K vuraq. Əbov 2 ilə 5 olur. 2 ilə 5 bərabərdir neçəyə? 68-ə. Burada 2 ilə 5 qarşılıqlı sadədləyən bunların hasili əkobu ilə hasil edir, 10 edir. Onda 4-ə vuranda eləyir deməli 40K. Əbobu isə 1 edir. Qarşılıqlı sadədləyən çıxaq 6K bərabərdir 68-ə. Buradan da deməli 34K bərabərdir 68-ə. K da bərabərdir nəyə? 2-yə. Biz də gətirib burada yerinə yazsaq. B-miz 6, A-mız 14 olur. Bunların da cəmi bizə neçəni verir? 20-ni verir. Bu da olur hansı bənd? E bəndi olur. Keçdik növbəti 19-cu suala. Deyir ki, 19-da nə deyir? M bərabərdir 22-nin kubu üstə gəl 66-nın kvadrat ədədinin natura bölən sayını tap. Biz burada nə edək? Bunun sadə vuruqları ayıraq. 22, 2 vuraq 11-dir. Vətində də 3 olur. Üstə gəl 66-da 6 vuraq 11-dir. Burada da 6-nın kvadrat vuraq 11-in kvadrat olur. Biz burada nə edək? 2-nin kubu vuraq 11-in kubu. 6-nı da parçalayaraq 2 üstə 2 vuraq 3 üstə 2. Vuraq 11 üstə 2 olar. Ortaq vuruq çıxardarıq. Biz 11 üstə 2 vuraq 2 üstə 2-ni. Üstə az olanı çıxardırıq. Qalır 2 vuraq 11 üstə gəl. Deməli 3 üstə 2 qaldı. Bu da nə eləyir? Deməli 11 üstə 2 vuraq 2 üstə 2 vuraq 22 üstə gəl 9. Bu da eləyir 31. İndi natura bölən sayı tapanda 11-dən 2-dən əddiyyən yazıram 2 üstə gəl 1. 2-dən 2-dən əddiyyən yazıram 2 üstə gəl 1. 31-dən də 1-dən əddiyyən yazıram 1 üstə gəl 1. Bu da bizə nəyə verir? 3 vuraq 3 vuraq 2-ni. Bu da bizə neçəni verir? 18-i. Bu da olur B bəndi. Keçdik 20 nömrəli suala. 20-də bizə nə deyir? Deyir, rəqəmləri müxtəlif olan 5 fərqli 3 rəqəmli natural ədədin cəmi 601-dir. Bunların cəmi 601-dir və bizə nə deyir? Deyir ki, bu ədədlərin ən böyüyü ən çox neçə olur? Bu ədədlərin ən böyüyün ən çoxunu istəyirsə, tutaq ki, bax, bu ədədim ən böyüyün ən çoxudur, bilmirəm, x-dir. Onda digərləri ən kiçik olmalıdır. Rəqəmləri fərqli ən kiçik, özdə rəqəmləri müxtəlif olan ən kiçik şu rəqəmli ədəd neçədir? 102. Özdə burada deyir ki, 5 fərqli dediyinə görə mən da 102-ni götürənmərəm. İndi 103 götürəcəm. Növbəti ədədim 104, növbəti isə neçə olacaq? 105 olacaq. Bu 4 dənə ən kiçik götürdük ki, bu x ən böyüyün ən çox olsun. Bunların da cəmi 400, deməli 9, o da 5, 14, 414 edir. Üstə gəl x bərabərdir 601-ə. Buradan da x-i tapanda 601-dən çıxarıq. Deməli, 6-6-a çıxaq 414-dür. Burada bir onluq ayırsaq, deməli 11-dən 4, 7, 9-dan 1, 8, 5-dən də 4, 1. Cavab olur 187. Ən böyüyündən çoxu deməli 187-miş. Bu da C. Xırda diqqətsizliklər oldu orada hesablamalarda. Üzrü sayın. Nə də diqqətsizliyim olubsa, rəylərdə qeyd edərsiniz. Sağ olun.